Sabahınız xeyir olsun mənim əziz tamaşaçılarım, əziz Kanal S ailəsi. Hər birinizi bugün də Aysu ilə şovdan salamlayıram. Görürsünüz, bax, bu cür gözəl balalarla Allah hər bir evdən bax, belə gözəl övladların səsini ilə gətirsin ki, çünki mən bilirəm ki, hər zaman və mən bunu deyirəm ki, övladlarımız bizim gələcəyimizdir, onlar bizim sabahımızdır. Ona görə də bu günümüzdə bəs onları biz inkişaf etdirməliyik, çalışmalıyıq ki, onları ən yüksək səviyyədə, ən səviyyəli şəkildə həm təhsili ilə təmin edək, həm onların mədəniyyəti ilə, incə sənəti ilə, çünki onlar Azərbaycanımızın gəncləridir, övladlarıdır və gələcəyidir. Xoş gəlib səfa gətirmişsiniz. Gəlin yanıma bugün. Bax, bugün yəqin ki, bilirsiniz. Ay Allah, ay Allah. Can, çox sağ ol. Gəl buraya, gəl. Can. Ay xanım, mən sizi rəqs qruplarına duyduğum bilirsiniz. Aha, buyur, danış sən. Aha, danış. Haycan, sən bugün yəqin ki, bax, mənim ad günümdə gəldin, indi bura həyəcanlandın. Biz onları başa düşməliyik. Gəldilər, bax, burada gözəl bir rəqs performansı göstərdilər. Gözəl bir kompozisiya hazırlamışdılar. Mən sizə təşəkkür edirəm hər birinizə ki, bax, mənim bu özəl günümü gəlib, bax, belə gözəlləşdirdiniz. Çox sağ olun, mənim gözəllərim və istəyərdim ki, onlara mən təşəkkürümü bildirim və sizlərin də diqqətinə çatdırım. Siz də özəl gününüzdə dəvət edib, bax, gününüzü belə gözəlləşdirə bilərsiniz. Bundan gözəl nə olmalıdır ki, rəqs qrupuna dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olsun ki, bax, bugün bura gəliblər. Sən məni təbrik eləmək istərdin, məni gördün, həyəcanlandın. Hə, nə oldu? Bax, bugün mənim ad günümdə, sən bir məni təbrik elə də. Elə görüm. Nə oldu, həyəcanlandın? Ayşə xanım, mən sizi rəqs qrupu adından ad gününüz münasibəti ilə təbrik edirəm. Uğurlar və 100 yaşayın. Ay, çox sağ ol. Çox təşəkkür eləyirəm. Hər birinizə var olun, uşaqlar. Gələn ayaqlarınız var olsun. Rəqs qrupuna alqışlarla yola salırıq. Çox sağ olun, var olasın, uşaqlar. Və əziz tamaşaçılarım, bir daha axşamınız xeyir olsun. Bir daha sizi, bax, bu gözəl verilişimdən salamlayıram.